Salam. Bugünkü dərsimizin mövzusu dilçiliyimizin mühüm şöbəsi olan leksikologiya haqqında olacaq. Leksikologiya termini Yunan mənşəlidir. Lexikos söz, logos isə təlim deməkdir. Deməli, leksikologiya bölməsində söz haqqında danışacağıq. Söz dilin əsas vahididir və mən deyərdim ki, ən əsas vahididir. Çünki hər hansı bir dilin zənginliyini göstərən ilkin əlamət məhz onun söz ehtiyatının zənginliyidir. Söz ehtiyatı nə qədər bol olarsa, nə qədər geniş olarsa, həmin dil də zəngin dil sayılır. Və biz fəxr edə bilərik ki, Azərbaycan dili öz söz ehtiyatının zənginliyinə görə dünya dilləri arasında özünə məxsus yer tutur. Məhz bu dilin sayəsində Füzuli kimi, Nəsimi kimi, Sabir kimi, Seyid Əzim kimi və adlarını sadalamadığım onlarla şair və yazıçılarımız yetişib ki, bütün Azərbaycan xalqı onlarla fəxr edir. Əziz uşaqlar, dildə olan sözlərin cəminə leksika və ya dilin lüğət tərkibi deyilir. Həmin bu leksikanı, yəni dilin lüğət tərkibini öyrənən dilçilik şöbəsi isə məhz leksikologiya adlanır. Leksikologiya şöbəsində sözlərin mahiyyəti, onların formaca və məzmunca növləri, işlənmə dairəsinə görə, mənşəyinə görə yaratdığı qruplar öyrənilir, tədqiq edilir. Əziz şagirdlər, hər hansı sözün həm leksik, həm də qrammatik mənası olur. İstərdim ki, söhbətimizin bu yerində məhz bu barədə sizə məlumat verim. Nədir sözün leksik mənası? Sözün leksik mənası onun birbaşa ifadə etdiyi mənadır. Sözün leksik mənası izahlı lüğətlərdə öz əksini tapır. Hər hansı sözün leksik mənasını aşağıdakı yollarla izah etmək olar. Mən istərdim ki, siz lövhəyə diqqət yetirəsiniz və mən sözün leksik mənasını izah etmək üçün nəzərdə tutulan qaydaları sizə başa salacağım. İlk növbədə hər hansı sözün leksik mənasını ona yaxın mənalı söz seçməklə ifadə etmək olar. Məsələn, biz qaçmaq sözünün leksik mənasını yürümək şəklində də ifadə edə bilərik. İkinci qayda isə uşaqlar, hər hansı bir sözün leksik mənasını izah edərkən həmin sözə əks mənalı sözlərdən də istifadə edə bilərik. Məsələn, qara rəngin leksik mənasını izah edərkən həmin rəngin ağ rənginin əksi olduğunu desək və bu yolla da deməli sözün leksik mənasını izah etmiş olacaq. Digər bir yol isə uşaqlar mürəkkəb sözlərə aiddir. Biz bilirik ki, mürəkkəb söz ən azı iki sözün birləşməsindən ibarətdir və həmin mürəkkəb sözü parçalayaraq mürəkkəb sözün tərkibindəki sözlərin mənasını açmaqla sözün leksik mənasını izah edə bilərik. Məsələn, tozsoran sözünə diqqət yetirək, tozsoran sözü ayrı-ayrılıqda toz ismindən və sormaq feilindən yaranmışdır. Və beləliklə bu sözü ayrı-ayrılıqda izah etsək, belə çıxır ki, tozsoran sözünün leksik mənası tozu soran cihazın adını bildirir. Və nəhayət, dördüncü yol isə, uşaqlar, hər hansı bir sözün leksik mənasını izah edərkən, həmin sözün əlamətini, həmin hərəkətin əlamətini açmaqla da sözün leksik mənasını izah etmək olur. Məsələn, dəmirçi sözünə nəzər yetirsək, bu sözün leksik mənasını izah edərkən deməli aydın olur ki, dəmirçi məhz dəmirdən əşya düzəldən, dəmirdən hər hansı alət düzəldən insan deməkdir. Beləliklə, bizə aydın oldu ki, hər hansı sözün
leksik mənasını 4 yol ilə izah etmək olur. Bir də təkrarlayıram, deməli, həmin sözə yaxın mənalı söz seçməklə, təbii ki, bunlara sinonim də demək olar, həmin sözə əks mənalı söz seçməklə, təbii ki, bu da antonimlərdir. Üçüncüsü, mürəkkəb sözləri tərkib hissələrinə ayıraraq onların mənasını izah etməklə və dördüncüsü isə həmin əşyanın və ya hərəkətin əlamətini izah etməklə. Siz bu qaydalara əməl etsəniz, istənilən sözün leksik mənasını asanlıqla izah etmiş olarsınız. Sözün qrammatik mənası dedikdə isə onun hansı nitq hissəsinə aid olduğu və həmin nitq hissəsinin özünə məxsus əlamətləri qeyd olunmalıdır. Biz bilirik ki, ümumilikdə 11 nitq hissəsi var və bu nitq hissələrinin 6-sı əsas, 5-i isə köməkçi nitq hissələridir. Ayrı-ayrılıqda götürdükdə hər bir nitq hissəsinin özünə məxsus qrammatik mənası mövcuddur. Çünki məhz qrammatik mənalara görə nitq hissələri bir-birindən fərqləndirilir. Belə ki, ad bildirən sözlər isim, əlamət və keyfiyyət bildirən sözlər sifət, miqdar və sıra bildirən sözlər say, hərəkət bildirən sözlər feil və s. adlandırılmışdır. Qeyd etdiyim kimi, məhz nitq hissələri qrammatik mənalara görə sözlərin yaratdığı qruplardır. Və hər hansı bir sözün qrammatik mənası dedikdə, ilk növbədə həmin sözün əlamətmi, admı, hərəkətmi və s. mənalar bildirməsinə diqqət yetirmək lazımdır və həmin sözün nitq hissəsi dəqiqləşdirildikdən sonra isə həmin nitq hissəsinin xüsusiyyətləri qeyd olunmalıdır. Siz indi lövhədə kitab sözünü görürsünüz və kitab sözü özündə əşya məzmunu ehtiva etdiyinə görə nə sualına cavab verir və aydındır ki, nə sualına cavab verən söz nitq hissəsi kimi isim sayılır. Və gördüyünüz kimi biz kitabın sualını dəqiqləşdirmişik, nə sualını qeyd etmişik və bunun nəticəsində də həmin sözün isim olduğunun qarşısında qeyd etmişik. İsimlərin isə özünə məxsus bir neçə xüsusiyyəti vardır. Həmin xüsusiyyətlərdən kitaba aid olanı mən lövhədə qeyd etmişəm. Belə ki, kitab quruluşuna görə sadə isimdir. Çünki yalnız kökdən ibarətdir. Və həmçinin konkret isimdir. Ona görə ki, bilirsiniz ki, konkret isimlər gözlə görülə bilən və əl ilə təması mümkün olan isimlərdir. Və bu baxımdan kitab sözü konkret isimdir. Kəmiyyətinə görə isə kitab sözü tək isim sayılır. Çünki bu bir anlayış bildirir. Və kitab sözü həmçinin ümumi isimdir. Çünki kitab sözü eyni cinsli bir varlığın adını bildirir və ona görə də deməli ümumi isim sayılır. Halı isə təbii ki, adlıq haldadır. Gördüyünüz kimi kitab sözündə heç bir hal şəkilçisi yoxdur və buna görə də deməli həmin söz adlıq halda olan söz sayılır. Bax, əziz şagirdlər, bu saydığım əlamətlərin hamısı deməli kitab sözünün qrammatik mənasını bildirir. Əgər biz digər bir nitq hissəsinə aid söz burada qeyd etsəydik, məsələn, tutaq ki, bir sifət götürək. Tutaq ki, qırmızı sifəti haqqında danışırıqsa, təbii ki, qırmızı sözünün sualı necə olacaq və əlamət bildirdiyinə görə sifət sayılacaq və sifətin də təbii ki, özünə məxsus əlamətləri var ki, biz onları saymalıyıq. Məsələn, qırmızı qeyd etdiyim kimi əlamət bildirən sifətdir, quruluşuna görə sadə sifətdir və həmçinin adi dərəcədə olan sifətdir. Əgər bu sifət cümlədə isimləşsəydi, məsələn, almaları seçib qırmızılarını səbətə yığdım, onda deməli bu sifətin isimləşmədiyini də qeyd edə bilərdik. Gördüyünüz kimi elələri var ki, onlara nitq hissələrinin əksəriyyətində rast gəlirik. Məsələn, biz
Mən bayaqları kitab sözünün sadə olduğunu qeyd elədim və indi də qırmızı sifətinin də sadə olduğunu qeyd etdim. Çünki əsas nitq hissələrinin demək olar ki, hamısının quruluşca 3 növü var. Amma uşaqlar, elə qrammatik xüsusiyyətlər var ki, bu qrammatik xüsusiyyətlərə biz isimdə rast gəldiyimiz kimi sifətdə də, sayda da, əvəzlikdə də və digər nitq hissələrində də rast gələ bilərik. Onu da qeyd edeyim ki, əgər leksik mənaya malik olmaq əsas nitq hissələrinin əlamətidirsə, qrammatik mənaya malik olmaq bütün nitq hissələrinin xüsusiyyətidir. Belə ki, əsas nitq hissələrində olduğu kimi, köməkçi nitq hissələrinin də hər birinin özünə məxsus qrammatik xüsusiyyəti var. Məsələn, bağlayıcılara nəzər salsaq, bağlayıcıların qrammatik mənası sözlər, cümlələr, hətta bəzən abzaslar arasında əlaqə yaratmaqdır. Və yaxud da ədatın qrammatik xüsusiyyətinə, qrammatik mənasına nəzər yetirsək, ədatlar sözlərin və ya cümlələrin təsir gücünü artırmağa xidmət edən köməkçi nitq hissəsidir. Deməli, bu baxımdan bir də qeyd eləmək istəyirəm ki, bütün sözlərin leksik mənası olmadığı halda bütün sözlərin qrammatik mənası mövcuddur. Əziz uşaqlar, sözün leksik və qrammatik mənası ilə yanaşı, həmçinin həqiqi və məcazi mənaları da var. Sağ olun.